Herkese selamlar. Yeni bir Mountain Blade Warband oyunu serisinden karşınızdayız. Keçən videoda mən getdim karakteri ixrac səviyyəsindən biraz oynadım. Bu haqqımız idi. Çünki oyun bizi ən aşağı səviyyədən başlatdığına görə yəni dəhşət aşağı dərəcədə başladı və bunu eləməyə də bir zad idi və buradan gəlib 24 okçu, 30 kargızdan ibarət toplam 60 nəfəri ordu hazırlamışdıq və artıq bu ordularla gedib istədiyimiz qədər Məmlük kəndi yağmalaya bilərdik. Məmlük kəndlərini yağmalayıb pul əldə etmədən əvvəlcə gəlmiş və burada biz bir dənə işlətmə açdıq Diyarbəkirdə. Hasan bəy Qara Halil. Bu işlətmələr kadifə dokuma atölyəsidir. Biz indi nə qələ bilərik? Biz Uzun Həsən tapıb ona artıq deməli ki, biz sənin komandir olmaq istəyirik Həsən bəy yanında. Buna becirik hədəf adamı. Uzun Həsən deyəcək ki, biz sənin artıq komandirin olmaq istəyirik və Dündar bəydən soracaq, görək hardadır. Yeni və Uzun Həsən Diyarbəkir yaxınlıqlarındadır. Oldu, sağ ol. Uzun Həsən deyir Diyarbəkir tərəfdədir. Diyarbəkir tərəfi ordularımızdan hərəkətə keçəndə Uzun Həsən gördü. Gəl. Mənim üçün görən varmı? Mən Diyarbəkir şəhərli olduğumu bilirsən. Oradan zad elə. Oldu, eləyərəm. Eləyərəm. Allah sana can sağlığı versin. Bir də mənə tələbəni olaraq qəbul edirsən. Cesur bir savaşçı ve insanların bir lideri olarak biliniyorsun Usta Sılhan. Eğer bana bağlılık yemin etmeye hazırsan kılıcını hizmetime alıp okey. Yes. Olar, niye olmur? Oldu. Sənin tərəfindəyəm. Oldu. Canın sağ olsun. Mən getdim. Oyun kəs oyna, tez aç. Səfərbərliklə tez oldu. Yaxşı, dayan, bu sancağı alacağım. Sən dayan bir dənə. Həsən xanım, bir dənə dayan bir dənə. Bir sorun var. Birini yeni bilmək istəyirəm. Bədir bəy Mosul torpaqlarındadır. Bana hansı mülkü verdi? Əlbistanı. Əlbistan haradadır? Yağmalanır. Xeyli bir kənd versə onu çaşarım. Bədir bəy səfərbərlik elan edib və orduların artıq səfər vaxtı olduğunu deyir. Yəni artıq deyir ki, səfərə getməliyik. O bu tərəfdədir. Bədir bəydim bu. Bədir bəy, gəldim. Mən səni niyə məfhum tikilişim bilmirəm. İyi və sağlam askerlərdən oluşan ordumla sənin yanına gəldim. Artıq sənin ordunda istədiyimiz yerə səfərə çıxa bilərik. Bu orduları görək haranın mühasirəyə almağa gedəcək. Əmrimizdə 60 nəfərlik əsgər var. 100 nəfərlik olsa ha dərk yəni. Hayır, oradan oradan gedirik. Hara gəldi. Yığılıb bir yerə gəlib mühasirəyə alaq. Hara getdi bunlar? Cizre'den oldular yani. Bunlar haraya getdik? Bunlar həqiqi haraya getib? Arqun qalası tərəfinə gedə bilərlər. Arqun qalasına kimsə varmı? Əhməd bəy buradadır. Əhməd bəyə gələcək, gör haraya gəliblər. Əhməd bəy. İyidi Sida. Əhməd bəy. Bir sorun var. Beni yeni bilmək istəyirəm. Manəşərimiz Alhassadadır. Alhassa haradadır? Hər şey yaxdadır. Bir hamısının yerini dəst edən Alkuruyadır bura. Alhassa. Bilirəm. Oradan tez bu tərəfə gedək. Qrupumuzda yeyəcək heç bir şey yoxdur. Yoxdur. Olar. Petranı mühasirəyə alaq, ordu dağdaq. Yəni fəth edək Petranı. Həm ərzaq alaq orduya, həm də ki, dediyim kimi də ən azından yeməyə nə salsın. 64 nəfərin ilk kəndimizi yağmalayırıq, qrupumuzda moral itirir. Bunu dərhal yağmalayıb ərzaq almalıyıq orduya. Deyirsin, sən canlı, görə başa, o an kök kəssinlər. O an onların Oy. Bu kimiydi? Üşüdədi səsləri var. Dayan bir, araya geçsən məni takip elə. Of. Vuruşa biləcəkmi? Elə də gedirik. Gəl məni izləyin. 5 dənə oxçudur mu? 5 dənə oxçunun qadasına. Bu da dursun oxçu. Yaxın dur. Qanları məni izlə. Məni takip et. Düşməz sərhədimizə girən kimi girəcək. Ben çıxsınlar hələ. Hücum.
Allahu Akbar. Hamısını kəs. Yeniçərilər oradan dəstək versin. Okçuyu biraz daha qabağa çəkə bilərəm əslində. Okçu buradadır, gəl. Dediyim kimi çəkə bildiyim qədər iləri çəkəcəm ki, rahat vuruşsunlar. Mudar yermiş, heç bilsəm gəlir şey almalı. Mouse elə bir ağlara qalmış. Mən sağ deyirəm, mouse sol işləyir elə bir canım üçün. Gəl. Açma bir düz tərəfdə dur, sən də ki canı. Amma baba bunun kimi dur, alım da canı. Yox da bunun kimi dur, canınızı alaq da. Yerə düşüblər ha. Bura gedin, hardan gəldi, vurun ki. Biz buradan hamısını kəsək çıxaq buradan. Arqıcı qüvvələrini də vuruşam. Buranın çox pis qalaqdır sonra. Canım içələr. Məndə geri çəkmək vaxtıdır. Geri çəkilib neçəsini pişdi ki, bizdə 3 yaralı var, düşmənə 67 zərər verdi ya. Petrodan çəkə-çəkə gedək, Mücahit istiqamətinə gələk. Mücahit yağmalaya biləcək mi? Yəni, köylərdən ərzaq satmalar fərq edir. Taxılaraq, qurmandalar, kəndlərə. Saldırqan eləyimdə bulun, ərzaq verməyə məcbur edər. Ərzaq al, 3 dənə tut. Mən mi soxacam 3 dənə tut? Mən danışırsam, versə də ver. Köydən ərzaq verməyə məcbur edəmiş, hə. Ərzaq verin, kişi. Vermə. Yağmala kişi, yağmala. Yağmala yoxmu? Ya Allah. Kimsə gəp gələk, hiss edirəm. Tez, bax. Qutara kimsə girməsə zor da. Oy. Qutar yağmalı elə bil 100 minlik yer yağmalıdır. Diyarbakırdan gəldi, prosto ordu maaşı 169 deyim, 500 lirə eksiyirik. Bir anda təcrübə o yer açmaq mənasında bir də təcrübə qəşək. Burayı götür bir dənə qəşək bax, qayıtdır. O, bak kimi. Burayı da al. Ərzaqa full döşən ki, ərzaq sıxıntısı çəkməyək. Onları anlayacağım, ondan sonra düşürmüş ərzaqdır. Qıraqlardan mənə çıxaq gedək artıq. Kargıcı bu. Onda 7 dənə türkmən atılır. Türkmən atlıcılarda birbaşa kargıcı olacaq. İndi nə varaq? Envanterimdə yer var mı mənim? Envanterimdə yer varsa bir kurupda Petran təzədən gəlmə yağmalıyım. Şamdan gəlmə ehtimalı var mı? Şamdan gəlmə ehtimalı əslində polnudur. Yəni Şamdan rahat bir şəkildə çıxıb gələ bilər. Lakin o artıq bizim yağmalamağımıza baxır. Ki, İnşallah Petranı çatmadan yağmalaya bilərik. Petra kəndi. Bəzi əsgərlər təlim üçün hazır. Çək kimi, buranı da yağmalıdır. Buranı da nə qədər satılası hər şeyini al. Bütün hər yeri fırlanaq, bunları da satacağım. Ərzaqa da üstünlük verək biraz. Ərzaq ehtiyacımızdan rahat şəkildə buradan ödədik. Ordumuzdan doğru Urfaya hərəkətə keçək. Urfaya da keçmədən əvvəl artıq Bəlir bəy, hanı Bəlir bəy? Mən də Bəlir bəyin tərəfinə keçim. Nə var orada? Düşmənə döyülüb bir dövlətin əsgəri. Bəlir bəyə basmaq olmur. Türkün məsələdir. Fəqət edin, hə? Girərik. İnşallah səhər yerərik. Hədəf mühasirəsi. Hədəfi fəth edə bilərik əslində, rahatdır. Mən niyə bunları gözləyirəm? Mən bunlar burayı fəth edərsən, mən gedim başqa bir yeri fəth edeyim də. Mən ümumi bundan azad edərsə öyləm. Mən gəlim həm buradan, haradır bura? Əl-Kissadan ordu alam.
Əlkistan bir nəfərlə də adamlığınız olsun. Yəni Əlkistan ordadır. Buna kargıcan görsün. Buna bağlı mənə böyük kömək olacaq. Silah tüncədən 1292 qızıl varsa tak 1041. Silah tüccarının əslində qılınc ala bilərəm. Kinslaya nədir? Mənə lazım olan nə tədbirsiz? Təkəlli olsun. Valla. Oltanla vuruşa bilər ya. Nəsə baxarıq. Hələ ki buraya tezli. Zırh tüccarında kafalıq qəşəng paslı da, prosta görkəmli Amerli zırh. Elə qoysaq nətərdir? Ah. Bu sətələşdirilmiş Osmanlı türbanı. Belə də bir şey. Ona bax yəni. Qanqır, qanqır, qanqır. İşte ha. Özüdür. Sataq görə yaxın olur. 900 hələ ödəyəcək. Aşağıda da var. Narahat olmayın. Açıq bunun pulunu pul alacaq. Götürəcək hətta. 1501, 1178'dir hələ bunda. Tık. Tık. Ərzaqda var mı? Ərzaqda niyə yoxdur? Elə pul ərzaq tüccarında olur. Ana ağlaya pul buralarda olan çox. Tık. 1890'dır mı? Çək kimi. Diyarbakır'a da satacağıq hələ. Kafalıq aldıq. Bunlar da satacağım. Bunlar da lazımsızdır artıq. Nədir? Hasarlı düz oval qalxan. Bunu da alacağıq. Bundan əvvəl gələk Diyarbəkirə. Diyarbəkirdən də satacaqlarımızı sataq. Silah tüccarına 930. Zülfüqar. Bax, mən bunu axtarırdım. Təkəlli zülfüqar. Bunu da sat. Bunu da sat. Bunun əlavə bir dənə qalxan götürə bilərikmi? Kahraman qalxan. Dirənci 0. Bunun dirənci neçədir? Bunun dirənci 8'dir. Niyə belə qalxanlar var? Dirənci sonradır. Ağır ahşap qalxan böyle. Bunların dirənci var. Yox deyə bunlar var. Evdə şey deyəsən. Son da böyük dirənci. 8 dirənci. Əlimizdekilerden tutacağıq əlbəttə burada 1053 elədir. Ödənəcək hələ 1053. Yo, burada da var. Tık. Sataq buralara da. Heç olmaz. Bunun ərzaq ala bilirik mi buradan? Üzüm alaq. Fikrim nədir bilirsiz? Bax bunları alaq. 360 tık. Buzlardadır. Aparaq başqa bir kətdə sataq da bunları biz. Özümüzə niyə əziyyət veririk? Həm ticarət, həm də ordunun tərfisi üçün yol boyu hərəkət edərik. Biz burada gələk məsələn, Ərzurumda görək bunları neçə alacaqlar. Tuncelidən ordu alaq, çünki bu Tuncelidən ordu almaq bizə gələcəkdə səfərbərlik üçün böyük bir iş verəcəklər. Səfərbərlikdə bu olur bizə dəstək olacaq. 38-də 24 oxçuda Osmanlı torpağına artıq keçəmirəm deyən oxçudan yığa bilmirəm mən heç cür. Baxsan 651-ə satam, oradan 300 almışdım mən. Tık. İkisini satsam 1200 eləyir. Qalxan verirsən bir dənə, normal bir dənə qalxan ver, dirənci 6, hödür. Xristian qalxan deyə prosuna bax bir dənə, tık. Ağır ahşap ona yatır. Ağır ahşap qalsın. 1280 dolanacaq, verəmirsən, daha sağ olsun, al bunu. Duz satar ala bilirsən, tık. 895 mi eləyir? Oldu. Zırhdə nə var? Zırhdə 1225'dir. Görkəmli tatar kaskı, zırtı pırtı, kısa. Bir dənə kundaqçıdan da azad alacaq. Buradan 1200'dür. Tık versək 1257. 20 qızın söhbətini edən adam dönəm mən. Tık. 1083. Tık. 1500. Tık. 100. Bəsdir. Kundaqçı nə var? Kundaq. Bir dənə normalını ver dənə. 1637. Örmə. Tık. Alınacaq. Alınanlar da dərd olur. Tık. Örmə əlcək. Bunu da alsaq. Tık. 20 dinar. Bunu da satmır. Zırhda nəsə var, silahda nəsə qaldı və yaxud ərzaqda, atda da var. Bunu ata ver, çıxsın getsin. Nə də pulum oldu əlimdə? 7000. Bir zibil olmadı əlimdə. Döşək Zülfüqarı aldıq, qalxan aldıq, bir də bunu aldıq. At da almalıyıq. Çökmüş həyatı bizi heç cür yola verə bilməz bu diyarda bu dəqiqə. Həqiqət deyirəm, çökmüş həyatına biz heç cür yola gedə bilmərik də. Aşağıda da ərzaq var. Bunlar bir dənə düzəldək. Pul olaraq. Çəkmə.
Atın qiyməti nə qədərdir? Heç fikir vermədim at tüccarında. At normal bir dənə at olsun, çökmüş yox. Sakat, dik başlı, zırhlı savaş atı, hız 50 al. 643 dinar. Çiçək kimi. Gələk buradan Tuncaydan orada almışdıq. Elbistan, Məmlük dövlətindən Emran var. Ərzincandan gələk orada alaq, Ərzincandan. Ərzincandan da orada aldıqdan sonra 6 nəfər gəldim bura. Qüvvələrimlə gələk, məsələn, Hələbi bizimkilər fəth edə bildimi? Mühasirə altındadır. Bir də gələk buradan Hamanı mühasirəyə alaq. Hamanı mühasirəyə alaq və yaxud da Osmanlı sərhədindən bir yer mühasirəyə alaq. Sivası məsələn mühasirəyə alsaq, bu da qapı qullarıdır, necə yəni təchizatdır. Bizdən tonla çıxıb vuruşacaqlar. Mən bunu hiss edirəm. Neçə nəfər var? Danış Məntoğlu da. Qalada da 244 dənə əsgər var. Danış Məntoğlu get. Danış Məntoğlu. Mənim sənə zarafatım yoxdur. Odun uzunluğuna bax, sən xəritəni tutur. Kayseriyə gələk. Kayseri heç bir türk kəndinə yağma eləyəsi görəməz. Mənə əsgər vermirlər, o öz yerində. Heç bir zada yağmalamaq da zad deyil də. Düzgündür. Məsələn, nə var, bilsinlər. İskəndər Antakyaya doğru hərəkət edək. Antakyaya doğru hərəkət edən vaxtda aldılar mı ki, Hələbi aldılar canım üçün. Masrafı mühasirə edib silə bilirmi? Yox. Buradan da son dəfə orduya alaq. Axırıncı hazırlıqlarımızı edək də səfərbərlik üçün yola düzəltək. 11 nəfər yollu. Mən bu 11 nəfər yolla rahat bir şəkildə fəth edə bilirəm. Postu staff 15 verir. Bunun qarşısında 614 Diyarbəkirdən gəlir. Bir dənə qala alsaq və yaxud qalanı da keçdim. Nə təbilirsiniz? Bir dənə də işlətmə alsam, bəlkə də bu işlər 110 üzrədə mənfi o qədər yemərəm məsələn. Hər həftə mənfi 5, mənfi 6 isəm, mənə dünyalar qədər bəsdir. Olmuş mən yağmalamışdım. Buranı ələ keçirik. Buranı neçə nəfər? 98 nəfər əsgərlə buranı ələ keçirik. Qoydular. Mən də buradan Hamanı mühasirəyə alım məncə. Hamanı mühasirəyə almaq qalada ordu nədir? Antakya'da bir gün dincələk, sabaha qədər. Yola çıxmanın yeri yoxdur. Antakya'da bir bölüm dincələk və orduyu hazırlayıb yenə səfərə çıxmaq üçün də hazırlıqlarımızı başladıq. Əsgərə tərtib üçün hazır. Şafaq açır. Şafaqla orduya tərtib edək. 6 dənə bundan, 2 dənə də karqız. Bir nəfər karqızla mən bunu girib vura bilərəm. Vuran var amma yəni ki, bacaran qədər. Dayandırdın mı? Səndən bir şey istəyirəm. Buradan keçid ücrətidir, ver. Davay. Saxladım anlamda. Tak qoydum getdi. 710. Bütün üçün pul da 710. Mən sənə vuruşa bilərəm. Mən sənə haraya vuruşum bak. Çıxar. Tək gəlsəniz alaram. Vura bilərəm ki. Qıraqla düşürsən də. Atasını məndən ara gəlsin. Bana mühasirəm. Bir dənə bu qırağa dursa, mən buranı pulla alaram mühasirəyə. Bir anda karqızı eğitirəm ki, qalaya girib vuruşacaq. Çıxırsan. Bunun qaladan çıxmanı... Ooo. Mənimdir. O mənimdir. Mirzə bəyin tərəfində müharibəyə qatılır. Bir şey var ya. Baxın, nə işə yaramır? Ağır deyim, bəlkə də təkərlidir. İlk bəlkə bu ilə qalxan döyüm. Mən gedib ağır qalxan adından almışam. Xeyir də yoxdur. Bizim karqızamız da bunu pisəcək. Buna da əlavə Uzun Həsən bizə görev vermiş. Gedək həm də o görev edək. Bekar adam olmuşuz. Qalar da fəth üçünə deyilik, 10 sənə tezdir. Deyək, artıq məncə Uzun Həsənə verdiyi görev eləyək ki, deyək, Həsən xan görevi eləmişik. Amma sən vuramasında mən vuracam. Aldır oraya kişi. 1000 da alınan düşüb aldılar. Bitti mi? Bitti. 22 ölüydü onsuz, nə idi ki? Təşəkkürlər yardım üçün. Ben Usta Suhan. Çok memnun oldum.
zirehli karvanların hamısını alaq beləcə. Sosisi alaq. Bunları da alaqmı? Bunları nəyin alacağım? O aparıb satanda iş. Normal bir dənə pul eləməyəcək. Bu qalxan alsa da bu nə? Bu deyir ki, at sırtında kullanılamaz. Hə, at sırtında işlədilməz. Al buraya hələ ki belə. Meydan müharibəsinə fikir verirəm. Görüm nətər şeydir o. Hamıdan çıxmadı ki, bir dənə vuruşaq bu. Mən ordum tərfi aldım, qargıcı bir dənə də. Dayan, dayan. İşlə mənim yüklü olduğumu aşırda bilərəm. Canlı da adam, dayan. Qaçıyor. Ömrün uzun olsun, mən sənin ömrün uzun edəcəm, gəl. 82, 82, eyni qüvvədə, eyni sayda. Okutlara əmrimdir, məni takip edin, okutlara ha, duvarlara yox. Bax siz Allah, gəlirlər bir yandan da. Okutlara əmrimdir, okutlar burada durun da, yayıl. Bundan da əlavə etsin, altdan enədən ətər görsənə bu qalxan, mənə maraqlıdır. Bax. Qəşək qalxanda. Məmlükin onsuz piyada qüvvəsi, qarışıq da məmlükdə. Məmlükin ən qəşək meydanda vuruşa bilir, prosto oxu. Piyadadır həm də. Azdır, həm də qüvvələr belə. Varı qüvvələrin nisbətən Ağqoyun dövlətinə baxın azdır. Osmanlı da çox suvari işləyən yoxdur. Osmanlı da işləyən var. Lakin bir o qədər deyil. İşləyənə də çox qəşək işləyən. Maruz Pahilədə kapkullara hakikaten əsir ticarətinin hər dəfə 8 min, 12 min vur. Çıxın gelsin. Ən təmiz odur. Yəni ki, mən Osmanlı'dan əgər oynayası olsam, bu əsir ticarətinə kapkul əskər olur. Yığar bir də əsir ticarətinə yönələrdi. Ən təmizdir canım. Mən yürümədin hələ. Əsir ticarəti kimi qəşək şey yoxdur. Məsələn, alsan müharibə meydanında. İndi biz əsir alsaq uzaq maksimum bizə hələ 20 dinar versin. Vətən uzasını aldırdım. Hələ də ölmədi. Değil mi? Meydan müharibəsi çətin döyüşdür. Əslində bizimki rahat takka qalanı çatan nallayır kargıcılarımız. Yeniçəliyi də dizmiş oraya. Qırağı təmiz alır. Yeniçəliyə də bir hücum əmri verib bir Yeniçəli də özünə gəlsin. Sən razılar mı? Sən özün alırım deyəsən. Sən mənim payımmışsın. Az qaldı. Solda da biri qalıb. Onu da özləri alacaqlar. Değil mi? Neyse bitti. Ulasanç. 82 nəfər də pis yəni. Neçə? 11 yaralı. Değil mi? 11 yaralı qəşəkdir. Bax, al bunları. Apap satıb ən azından əsir ticarətindən əldə bildiyimiz qədər əsər edir. Bax, türkmən avcısını alıram. Atlı okçusunu almıram. Mən atısını da alıram. Bunları da aparıb satacağım. Ən azından yəni pul edə. Əlimizdə 6000 dinar pul fırlamayaq. Ən azından əlimizdə bir pul edəsin. Uşuya mı Diyarbəkirə mi? Uşuya doğru gəl. Yolda da atlı, türkmən aslında kargıcı ver. Həm Urfada gəlib əsir tüccar var da sataq. Bu bölümdə son anda qəzələcək. Gələn bölümdə görüşərik. Sağ olun, sağ olun.